Ay bilə, bunu kim sıçdı? Sənə dedim də gecə yuxumu qatmışam, ürəyimə nəsə dammışdı. Ürəyinə normal bir şey damızdıramırdın, göt qızı göt. Nəsə, pəsə düşməyin, biz bir ailəyik. Aha, biz sakitik. Xoş gördük, rəis. Здравствуйте. Bağışlayın rəis, əgər biz qaydaları pozduqsa. Prosta əsas yolda öküzün götünə kamaz girmişdi, bütün yol bağlı idi deyə bura ilə gələsi olduq. Az osturağa bas. Başa düşmədim. Sizi Tozmegin ambarından çıxanda gördüm və ikimiz də bildik ki, indi maşınınızı şumanət eləsəm qıçınız göydə qalacaq. Sonra türmədə götünüzə qonaqlıq verəcəklər ha. Hə. Amma mən bu gün nasıyam durub deyə heç kimi tutmaq istəmirəm və öz rüşvətimi götürüb sildirib çıxıb gedirəm. Nə həyat? Bu başqa məsələ. Söhbət nə qədər məbləğdən gedir? 100, 200, 1000. 1000? Şadlıq sarayı tikdirsiz deyən. Bilsiz rəis, bu dəqiqə üstümüzdə bu qədər pul yoxdur. Bu uca pis xəbər oldu. Hə. Bəlkə başqa bir təklifiniz ola. Məsələ intim bir şey. Oo. Başa düşdüm rəis. Həyatım, bunun üçün sortuqla da. Sən nə peysərsən? Mən heç kiminkini ağzıma alası deyiləm. Yaxşı da biz bir ailəyik. Sən mənim ölmüşəm. İşte laxsan sən. Anan kimi egoist eləyirsən. Bilsən nədir? Vətəndaşlar, xahiş edirəm, dalaşmayın. Əslində düzün desəm mənim qadın xeylaqlarından çox kişilərə qışım durur. Oo. Həyatım, çal onkunu. Balam. Narahat olma balam, 6 sekund həll elə getsin. Biz axı bir ailəyik. Sən də bizim erkəyimizsən. İnan ki özün də xoşuna gələcək. Elili işi belə xoşum gələcək. Yaxşı. Oğlum çıx çölə, səndən işin var. Nə? Mən? İndi nədir planımız? Mən onun başını qatıram, siz də rancırısınız? Yox. Plan çox sadədir. Gəl sənə Loro dildə başa salım. Demək, bu qapaq sənsən. Aydındır. Mən isə bu quş boxuyam. Aha, bildim. Biz burdayıq, yaxşımı? İndi o burdadır. Fısıllığın yanında durub. Qoy o da bu balaca daş olsun. Sən sakitcə getsən, fısıllığın dalında onkunu ağzına alsan və biz də rahat çıxıb gedirik. Başa düşdünsə üsə kimsarım getdik. Nə? Yox. Necə yəni yox? Nə problem var ki? Prosta mən axı gey deyiləm. Əminsən? Ə. Yox. Yəni heç vaxt yoxlamamış bilə bilməzsən. Mən betuq deyiləm. Yaxşı, sakitləş, özünə gəl. Sənin içində nəsə geylərə qarşı qorxu var. Bu da səni homofob eləyir ha. Nətər yəni indi mən kiməsə şeyin ağzıma almıram deyə homofob sayılıram. Əlbəttə. Bəs sən nə bilmişdin? Yaxşı da, uşaqlıq eləmə. Sakitcə get, gözünü yum, ağzını aç. Təsəvvür elə ki, dostunun sikindən ilan vurub, zəhəri soğurub çıxartmalısan. Nəsə interesli misal çəkdin. Yaxşı, mənə qulaq as. Gəl bura. Yazıq uşağın başı necə pişir az. Hə, demə. Bura bax qadan alım. Mənə diqqətlə qulaq as. Başa düş. Bu sənin qəhrəman olmağın üçün bir şansdır. Nəsə ürəyim bulandı. Bunu yəni nə mənə görə, nə də özünə görə eləyirsən. Bunu yalnız ananla bacının qeyrətinə görə eləyirsən. Məni başa düş. Bunlar türmədə 2 gün belə dayanamazlar. Yaxşı. Oğulsan. Onların xətrinə. Səndən fəxr edirəm. Kişi adamsan. Qardaşlar, nə oldu? İçinizdən kimsə ağzını alacaqmı mənim üçün? Ya da 1000 rublümü verin, ana. Bu demək olar hazırdır. 1000 rubl məzələnsiz rəis. Hə, 1000 rubl. Bu ki təxminən 10 dollar eləyir. Hə, mən. Ala bu 100 dolları, qalanına da özünə normal kişi taparsan. Öpürək.